Mən Sevil Əhədova ali təhsilliyəm. OBA-ya 2017-ci ildə satıcı kassir olaraq işə başlamışam. 5 ay sonra 2018-ci ildə administrator vəzifəsində çalışıram. Mentor layihəsi başlayandan mentor admin kimi fəaliyyət göstərmişəm. Yəni bölgə müdiri olmağa namizədəm. Bu ayın sonuna 2-ci marketi təhvil götürürəm. Bir admin 2 market layihəsi üzrə 2 marketi idarə edəcəyim. OBA-da çalışdığım illərdə uğurlu fəaliyyətlərimə görə çoxlu sayda mükafatlar almışam. Hər zaman çalışmışam ki, komandamla birlikdə həm işimizi düzgün görək, həm də bir-birimizə dəstək olaq. Mənim üçün təkcə satış göstəriciləri yox, həm də iş yoldaşlarım arasında yaxşı münasibət və müsbət mühit çox önəmlidir. İşimi sevirəm, hər zaman məsuliyyətlə yanaşmağa çalışıram. Məqsədim təcrübəmi daha da böyüdüb, gələcəkdə OBA-nın inkişafına daha böyük töhfə verməkdir. Bunu edəcəyimə inanıram, çünki mən həm də qadının gücünə inanıram.